Ramin müəllim, belə bir fikir var ki, deyirlər həccə getməkdənsə kasıba əl tutmaq daha məqbuldur. Bu söz barədə nə deyərsiniz? Mən bilmirəm bu həcc nəyə görə çox adam narahat edir. Hələ ümumi həcdən danışılır ki, həcc nəyə görə həcə getməkdənsə belə eləmək lazımdır. Demirlər məsələn, yeni il keçirməkdənsə kasıba əl tutmaq lazımdır. Nə bilim, arağa pul verməkdənsə, siqaretə pul verməkdənsə kasıba əl tutmaq lazımdır. Bunu heç kim danışmır. Bu həcc müsəlman üçün ömründə bir dənə ibadətdir. Bunlara bu ağır gəlir. Ya da məsələn, qeyri-müsəlman ölkələrə getmək, gezmək, orada minlərlə, on minlərlə dollar pul xərcləmək, orada keyf eləmək demir ki, bundansa kasıbı əl tutmaq. Ömründə bir dənə olan ibadət, vacib ibadətə belə ağır gəlir onlara. Ona görə sözsüz ki, bu səhv yanaşmadır. Həcc müsəlman üçün ömründə bir dəfə etmək vacibdir. Və lillahi alən-nasi hiccul beyti men istata ilayhi səbilə. Biz Qurana inanırıq. Quran bizim kitabımızdır. Allah Subhanahu orada deyir ki, insanlara vacibdir bir dəfə həcc eləmək. Kimin imkanı var? Hətta burada imkana baxılır. İmkan varsa gedirsən həccə. İmkan yoxdursa vacib deyil sənə. Amma sənin imkanın var. Sən Avropaya gez, orada pul xərclə, desən bu normaldır. Yeni il, ad günü keçir, desən ki, heç nə olmaz. Amma həccə gedən desən, yox, kasıba ondan yaxşıdır əl tutmaq. Əlbəttə ki, o nəinki şəriətə zidd, hətta sağlam düşüncəyə də zidd yanaşmadır.